Son günlər media və sosial şəbəkələrdə tez-tez polis zorakılığına aid görüntülər gözə dəyir. Polis və güc elə də uzaq anlayışlar deyil, amma təbii sual doğur. Polis hansı halda gücdən yararlana bilər? Heç bir halda. Ciddi qanun pozulaq şəxslərə məncə hüququ var. Heç vaxt eləməməlidir də polis. Həmişə qanunla hərəkət etməlidir. Kobud bir qayda pozuntusu olarsa. İki cürə praktikada biz zorakılığa məruz qalırıq. Küçədə dediyim kimi tutulan zaman, bir də ki polis idarəsində saxlanılan zaman. Bu görüntüdə polis əməkdaşının sərxoş vətəndaşı sulayıb ayıltdığını görürsünüz. Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov mətbuata açıqlamasında bildirib ki, video görüntülər 2 il əvvəl çəkilib və həmin polis ötən ilin dekabrında təqaüdə çıxıb. Bu görüntülərdə isə vətəndaşlarla polis arasında yaranan mübahisə polisin güc tətbiq etməsi ilə nəticələnir. İcazəsiz aksiyalarda polis adətən iştirakçıları saxlamaqla kifayətlənir, amma bəzən həbsdə bəs eləmir və dəyənək köməyə gəlir. Sonra da ki, vur ki vurasan. İcazəli mitinq və aksiyalar əvvəlcədən yerli icra hakimiyyəti ilə razılaşdırılır. Asayişi qorumaq üçün ora polislər təhkim olunur, tutalım Milli Şuranın 17 sentyabr mitinqi kimi. Ülfət Həsən Qarayev də bu mitinqə qatılanlardan biridir. Deyir, mitinqə plakat gətirdiyindən polislər onu saxlayıb və daha sonra 8 gün həbs cəzası alıb. Mənə etiraz belə etməyə imkan vermədilər və mənə maşına mindirdilər. Polis maşını zorla. Səhv eləmirəmsə kadrlarda da düşür, çox zor tətbiq edirdilər. Aşağıdan kadrlara düşməyən tərəfləri də var idi, qarın nahiyəmə yumruq zərbələri indirirdilər. Belə nail oldular mənə polis bölməsinə aparmağa. Polislərə icazə verilir ki, hər hansı bir şəxsi tutanda ona əgər o şəxs müqavimət göstərirsə, tabe olunursa, zor tətbiq eləmək. Ancaq qanun tələb edir ki, bu fiziki gücün tətbiqi adekvat olmalıdır. Tutaq ki, bunun qolundan tutanda bu bir balaca dartınırsa, bundan ötürü onu dubinkanın altına salıb döymək və ona qaz üzərinə səpmək, əlbəttə bu artıq qeyri-adekvat zorakılıqdır. 2013-cü ildə Türkiyədə baş verən və Gezi adlanan olaya dəstək aksiyasında jurnalist Rasim Əliyev polis tərəfindən təzyiqə məruz qalır. Polis ona şillə vuraraq telefonunu əlindən alır. Olay ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi araşdırma apararaq polisi işdən çıxarır. Jurnalisti vurma! Keçmiş polis mayoru, indi Fransada mühacir həyatı yaşayan Emin Əhmədbəyov deyir ki, polis 2 halda işdən çıxarılır. Ya zor tətbiq etməkdə günahlandırılan polisə qarşı rəhbərliyin antipatiyası var və bundan sui-istifadə etmək lazım gəlir. İkinci halda zor tətbiq edən polisə qarşı olduqca böyük ictimai nifrət və onun cəzalandırılması üçün olduqca böyük ictimai tələb olur. Bu halda rəhbərlik özü üçün əlavə problem yaratmamaq istəmir və həmin polisə canını qurtarmaq üçün üstünlük verir. Mingəçevir polis şöbəsinə aparılan Bəhruz Hacıyev oradan sağ çıxmır. Polis deyir ki, Bəhruz özünü şöbənin pəncərəsindən ataraq intihar edib. Lakin atası Dilsuz Hacıyev bununla razılaşmır. İddia edir ki, onun oğlunu işgəncə verərək öldürüblər. 200% elektroşokun yeridir. Nəyə görə? Sən elektroşokun yerini gizlədirsən ki, bu işin örtbasıl olsun, açılmasın bu iş. Hadisədən 2 gün sonra sakinlər Bəhruzun ölümünə etiraz olaraq aksiya keçirirlər. Polis aksiyanı dağıdır. Bəhruzun ölümünün araşdırılması yekunlaşandan sonra polis baş leytenantı Şahlar Şahlarzadəyə 4 il həbs cəzası verilir. O, özünü öldürmə həddinə çatdırma və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır. Zorakılığa məruz qalmış şəxs nə etməlidir? Vəkil Əsəbəli Mustafayev hansı addımların atılacağını sadalayır. Vəkil tələb etmək.
Əgər zorakılığın izi qalıbsa, onu qeydiyyata alınmasına çalışmaq. Hər hansı vasitə ilə həmin izin fotosunu çəkmək. Əgər şahidlər varsa, onları yadda saxlamaq və gələcəkdə onları şahid kimi təqdim etmək. Ekspertiza keçirilməsini tələb etmək. Ətraf bina və obyektlərin kamerası varsa, onları yadda saxlamaq və gələcəkdə istifadə etmək. Kamerada zorakılıq olubsa, onu kamera yoldaşlarına göstərmək və onları şahid kimi təqdim etmək. Polisə düşdünsə işin gəlizdir. Bir də gördün, etmədiyin cinayəti boynuna qoydular. Keçmiş polis belə deyir. Polis cinayətlərin açılması faizinə görə mükafatlandırılır ya da cəzalandırılır. Deyək ki, bir ərazidə 10 cinayət hadisəsi qeyd alınıb, cinayətlərin açılması klişəsinə görə bir nəfəri tutub 10 cinayətin hamısını onun üzərinə qoymaq problemi həll etmək pis təcrübəyə çevrilir. Araz Orucov iddia edir ki, keçən il mayda etmədiyi cinayət üzündən həbs olunub. Yalnız bir ildən sonra əsl cinayətkarlar tutulanda onu sərbəst buraxıblar. 37-ci polis bölməsinə gəldim. Heç nə soruşmamış, eləməmiş mənim ağzımı, gözümü, burnumu, əlimi qotladılar. Mənə tok verildi başdan, qollarımdan, ayaqlarımdan. Bəs deyirdim ki, bu cinayəti mən eləməmişəm. Eləmədiyim bir şeyi öldürsən də mən üstümə ala bilmərəm. Qayıtdı ki, mənə dəxli yoxdur. Eləmisən, eləməmisən. Sən getməlisən. Türməyə getməlisən. Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə Azadlıq Radiosuna açıqlamasında bunları deyib. Araz Orucovun törətmədiyi cinayəti polis bölməsində güya fiziki təzyiq nəticəsində boynuna götürməsi barədə səsləndirdiyi iddiaların heç bir hüquqi əsası yoxdur. Bu hadisəni araşdıran Daxili İşlər Nazirliyi Xətai rayon polis idarəsinin baş müstəntiqi Racif Almazov işdə yol verdiyi ciddi nöqsanlara və digər xidməti qəbahətlərə görə vəzifəsindən azad edilib. Mayın 10-da gecə paytaxt Bakının mərkəzindəki Heydər Əliyev abidəsinin üzərinə etirazçı şüarlar yazan gənclər Qiyasəddin İbrahimov və Bayram Məmmədov bir gün sonra həbs olunurlar. Onlar qanunsuz narkotik dövriyyəsində suçlanırlar. Məhkəmə ifadələrində işgəncəyə məruz qaldıqlarını, huşunu itirənədək döyüldüklərini bildirirlər. Bakı Slavyan Universitetinin 2-ci korpusunda imtahandan çıxarkən çıxış qapısından təxminən 30 addım aralanmışdım ki, başımın arxasından bərk zərbə vurdular. Zərbədən mən səndələdim. Dərhal ikinci zərbənin vurulduğunu hiss etdim və ağzı üstə yıxıldım. Tez məni yerdən götürüb göy rəngli avtomobilə basdılar. Ən çox şapalaq və əllərin içi ilə başıma, boynumun arxasına vururdular. Vurulan zərbələrdən mən huşumu itirməyə başlayırdım. Qollarımı arxadan qandallamışdılar. Mənə dedilər ki, 2 nəfər hal şahidi çağırmışıq. İndi səndən narkotik çıxaracaq. Onlar da görəcəklər. Ombudsmanın belə deyək, tənqid etmələrinə baxmayaraq, bu məsələni daim diqqətdə saxlayırıq biz. O 2 gəncin saxlanması vəziyyəti bizim diqqətimizdədir. Gənclərlə görüşən ombudsman aparatı nümayəndələri onlarda heç bir işgəncə izinə rastlaşmadıqlarını bildiriblər. Onlar təhlükəsizliyi təmin edirlər. Prezident İlham Əliyev 2013-cü ildəki çıxışında polis orqanları barədə də danışmışdı. Mən o vaxt demişəm, bugün də demək istəyirəm, bir nəfər də olsun polis orqanlarının əməkdaşları cəzalandırılmayacaq.